Seyfəddin doktoru pasiyentləri təbii üsulla müalicə edir. Yəni burada hansı kimyəvi maddələrdən, kimyəvi dərmanlardan... Fəzal müəllim, xəstələnəndə evdə nənən, anan nəylə müalicə edirdi Xalq səni? təbabəti deyirik də, bizim bu Türkiyə çarə deyilən əvvəllik listidir. Yanındadır ki, deyirdi ki, bəs kim mədə bağırsağında problem varsa, mütləq əvvəllik list yemək lazımdır. Və yaxud, kimin yuxarı təzyiqi varsa, kəkli yotunu dəmləyirsən və qantəpər vardır, deyirdi, dəmləyirsən, içirsən, təzyiq istər-istəməz düşürdü. Öskürək olanda, məsəl üçün, soğanı, bayaq doktor demişdir, öskürək olanda yadımdadır, hələ uşaq vaxtından danışırlar. Soğanı sıxırdılar, həmin o soğanın suyunu içirdilər və yaxud da nə edirdilər? Turpun içərisini ovurdular, ağ turpdan söhbət gedir. Ovurdular, ona bir qaşıq bal tökürdülər. Sonra bağlayıb səhərə kimi qalırdı. Onun şirəsini içirdin, öskürəyi, özdə xroniki o öskürəklər yadımdadır. Bunun hamısını bugün Seyfəddin doktor və mən keçən dəfə dedim. Əslində bizim bədii filmlərimizdə də bunlar nümayiş olur. Məsəl üçün